Salam hörmətli Facebook izləyiciləri. Dünənki tutuklanmamla bağlı mən dünən canlı yayım eləyə bilmədim. Buna imkanım yox idi. Yorğun idim. Narahat idim. Ona görə də bugün canlı yayım eləmək qərarına gəldim. Bir neçə məlumat vermək istəyirəm. İstər məni izləyənlərə, kim istəyirsə baxsın, bəyənsin. Kim istəyir baxsın, heç bəyənməsin, ağzını əysin, ağzını büssün. Kim də istəyir baxsın, heç bəyənməsin. Kim də istəyir heç baxmasın, heç görməsin də. Məcburi deyil, könüllüdür bu. Mən heç kəsi məcbur eləmirəm, mənim çıxışıma baxın. İstəməyən baxmasın. İstəməyən də baxsın, ağzını əysin. Ona görə də mən bir neçə xəbərdarlıq eləmək istəyirəm. Buradan mesaj vermək istəyirəm. İstər hakimiyyətə, istər İlham Əliyevin komandasına, istər də öz məni izləyənlərə. Dünən mən Türk səfirliyinin qarşısında canlı yayım eləyirdim. Hansı ki, elə mən 30-40 metrdə uzaqdaydım. Mən Türk səfirliyinin qapısının ağzından çox uzaqdaydım. O dəmir hasarın qırağındaydım. Orada elə mən bir neçə kəlmə başladım ki, elimizdə, millətimizdə belə bir gözəl ənənə var. Əgər insan öz haqqını ala bilmirsə, zorakılıqla rastlaşırsa, haqsızlıqla rastlaşırsa, təqiblə, təzyiqlə, belə şeylərlə rastlaşırsa, böyük axtarır, ağsaqqal axtarır, biləndər axtarır ki, getsin, desin. Haqlarını ala bilsin, etiraz eləsin. Mən üsyan eləyirəm, üsyan eləmək istəyirəm, yenə eləyəcəm. Günü sabah, yəni büyük mən getmədim, demək deyil ki, mən susmuşam. Məni apardılar Nəsimi rayon polis idarəsinə, rayad deyilir da, yəni el arasında. Orada məni saxladılar. Düzdür. Mənə elə zorakılıq olmadı. Amma mən axırda məni göndərdilər ki, apar bunu istədiyi yerə. Deyirəm, mənim getdiyim yer yoxdur. Sadəcə mən Nərimanov ərazisindən keçəndə Gorvagor Heydər Əliyev prospektindən Goruna min nəhlət. Bu Gorvagor hardan bir paz gəldi, bizə ilişdi, bu xalqa urucaq oldu. Bu satanik bunu hardan doğdu, kimdən doğdu, kimdən düzəltdi, neynədi, gətirdi, qarnında bir bəla gətirdi, bu xalqa badalaq gəldi. Keçəndə mən dedim ki, məni burada Namizəd bəyin ofisinə aparım, mən gecə gedim orada qalım, mənim getməyə yerim yoxdur, qalmağa yerim yoxdur. Çünki neçə gündür mən qaraj kimi yarımçıq bir tikildə Stroykada yaşayıram, orada da su yağış yağdı. Artıq yağış orada yaşamaq imkanımı mənə məhdudlaşdırdı. Mən ağrıyırdım. Yəni suyun içində, palçığın içində idim. Tikintinin içində yaşayırdım bir həftədir. Çünki o qaldıqları evdən, hansı ki mənə ev tutmuşdular, o qaldıqları evdən mən bir həftədə çıxmışam. Evin kirəsini vermədilər. Səbaha rayon polis idarəsi 8-ci bölmədə Arif adında bölmədə işləyən bir polisin boğazına bağlamışdı məni. Arif mənim kirəmi versin. Bu Arif adında, bu da sahə müvəkkili idi. Dedi, sahə müvəkkilinin rəisiyəm. Bu Arif adında adam da bir ay verdi kirəni, 2-ci ay vermədi, telefonuma cavab vermədi. Bir həftədə ev yiyəsi məni təmannasız saxladı, sağ olsun. Buradan ev yiyəsinə, Bəsti bacıma da təşəkkür eləyirəm. Yəni, mənim kirədə qalmağı, mənim küçələrdə dilənçilik eləməyim, mənim bu vəziyyətə düşməyimin səbəbkarı, günahkarı Bəsti ev yiyəsi, ev sahibi Bəsti bacı deyil. Onunla da xoş mehriban ayrıldım. Bir həftədə məni təmənnasız saxladım. Oradan gələn də bir həftədə yarımçıq tikintidə yaşamışam. Su artıq imkan vermir, orada yağışda, palçıqda qala bilməmişəm. Buradan keçəndə mən Nərimanov ərazisindən keçəndə dedim, mən Namizəd bəyin ofisinə aparın, gecə gedim orada qalım. Hal-hazırda da ofisdəyəm. 2 gündə burada yaşayıram, burada qalıram. Apardılar məni neftçilərdən aşağı restoranlar olan küçə var, şamlıqlar. Ay işığından da nə qədər aşağı o şamlıqlar olan
restoranlar olan küçədə məni maşından düşürüb, verveşimi də, əlimdə də pal-paltarım da, qab-qazanın pal-paltarı məni orada düşürdülər. Ay Mama Roza Mehribanın ləyaqətli polisləri, mərhəmətli polisləri, yığışın da özünüzə. Paparoza vilayətin mərhəmətli, ləyaqətli polisləri, vilayət Eyvazovla Mehriban Əliyeva Mama Rozalıq eləyir bütün Bakı şəhərində olan barlara, gecə klublarına, fahişəxanalara, qəhvəxanalara, hamısının başında siz durursunuz. Ona görə ki, bu ölkədə sizin xəbəriniz olmadan heç nə eləmək olmaz. Mən 40-50 metr dünən Türk səfirliyindən kənarda durub bir cümlə söz danışdım. Mən cümləmi tamamlamağa qoymadılar məni. Cümləmin mən nöqtəsini qoya bilmədim. Mən orada sözümü yarımçıq imkan vermir. Mən qaz-qazanımı çəkirəm. Mən pal-paltarla durmuşam orada setkanın qırağında. Səfirliyin qapısından da 40 metr, 50 metr kənarda imkan vermirlər. Deməli, bunu görən polis, bu Bakı şəhərində olan bu böyük barları, Otto kimi barın xəbəri yoxdur vilayət Eyvazovun. Xəbəri yoxdur Mama Roza Mehribanın. Yığışın özünüzə. Mənim üstümə nə qədər gələcəksizsə, mən o qədər də agresiv olacam. Mənə o qədər də mənim nifrətim artacaq sizə. Məni o evdən çıxartdı, yaxşı elədi. Bu rejim, bu polislər hər nə eləyirsə də mənim xeyrimə eləyir. Siz elə bilməyin ki, mənə ziyan elədiniz. Mənə böyük yaxşılıq. Arif bəyə də buradan təşəkkür edirəm. Yaxşı ki, o evin kirəsini vermədi. Məni biraz da agresivləşdirdi. Məni biraz da həyasızlaşdırdı. Çünki mənə bu rejimin, məni dəlixanaya nətər salmış da. O dəlixanaya saldı, mənə onda da çox böyük, o qədər mənə yaxşılıq elədi ki, heç bu yaxşılıq dillə deyilə bilməz. Çünki mən daha da ondan sonra sərhədləri daha da açdım, dağıtdım. Bəlkə də biraz nəyəsə də gözləyirdim. Məni dəlixanaya belə salmışlar ki, mən sığınacaqda soyunuram, lütlənirəm, ağlımı itirmişəm. Bəli, soyunuram, lütlənirəm, Mama Roza Mehribandan örgəmişəm. Oxşamışıma. Və soyunmağı, lütlənməyi birinci ledimizdir da, birinci xanımımızdır da, və örnəkdir da, nümunədir da, və Razi Nurullayev demirmi o boyda Milli Məclisin zalında, akt zalında Razi Nurullayev deyir ki, bir vaxtı bizim qızlarımız, qadınlarımız Hollywood ulduzlarına bənzəmək istəyirdi, indi daha Hollywood ulduzuna bənzəmir, Mehriban Əliyevə bənzəyir, onun kimi soyunur, lütlənirik da, mən də elə Mamam Mehriban kimi harada gəldi, soyunuram, lütlənirəm. Bax, məni belə dəlixanaya saldılar. Yəni, mən onda uddum. Yaxşı elədilər. Çox əlindən öpürəm. O qərarı mənə yazanın, o resepti yazanın, onu icra eləyənlərin, hər kəsin əlindən öpürəm. O qərarı yazanın da, o resepti icra eləyənin də mənim Aşdağıya dəlixanaya saldılar. Mən 32 saat qaldım. Bir gecə 2 gün. 32 saat mən orada qaldım. Mənə böyük yaxşılıq elədilər. İndi də evdən çıxartmaqları da mənə gözəl yaxşılıq elədi. Çünki o evdə mən qala bilmirdim. Ora nöğütlərin arasındaydı. Mənim zəhəri zobum var, mənim qan xəstəliyim var, mənim birisi qarışıq qan xəstəliyim var, qanımda 3 dənə şey, məndə patolojidir, xəstəlikdir. Mənim orada vurduğum dərman, iynələrin, dərmanın dozası artıq idi. Mənə orada heç bir kommunal xərc ödəniş olmurdu. Mən ev divarmı yiyəcəm mən? Dərmanlarımı mən dilənib divayını 2 dəfə, 3 qat artıq dərmanımın dozası artandan sonra o evin mənə nə xeyri var? Arif bəy, yaxşı elədin, təşəkkür edirəm, kirəni vermədin. Mən daha da biraz da üstə qoyuram. Yəni, günü sabah, mən bugün biraz narahat oldum. Günü sabah mən yenə küçələrdə, ayağım hara, başım da ora. Hara gəldi gedəcəm. Haradan gəldi üsyan eləyəcəm, haqqımı istəyəcəm. Bir də mənə rəy yazırlar ki, yəni məni kimsə 10 manata görə öyrədir, məni əlində istifadə eləyir. Xeyr, məni heç kəs öyrətmir, məni heç kəs öyrədə də bilməz. Məni məcbur eləyən, bax, mənim bu dərmanımdır, bax, bu heparin. Üstünüzə sağlıq, bir flakonu 8 manat 20 qəpikdir.
Sutkada mən bunun birini istifadə edirəm, birini qəbul edirəm. Bir flakon 8 manat 20 qəpikdən ay 30 gündən eləyir 246 manat. Hələ elə gün ay var ki 31 gün olur. 31 gün olanda 254 manat 20 qəpik eləyir. 31 gündə ay var. Bu dərman vadar eləyir mənə. Bax, bu Angioflux. Bunun da paçkası 48 manat. Ayda 2 paçka qəbul eləyirəm, üstünüzə sağlıq. Yəni, mən buradan heç kəsin üstünə negativ, üstünüzə başınıza sağlıq. Yəni, dərdimi yükləmək istəmirəm. Yəni, məni məcbur eləyən budur. Yəni, mənə yazırlar ki, bir neçə separatçı qüvvə bu yazıq xəstədir, bundan istifadə eləyir, məzlumu əllərində nətər var, o kimi istifadə eləyir, oyuncağa çeviriblər, bu separatçı qüvvələr bu yazıqdan, bu məzlumdan istifadə eləyir. Xeyr, məndən heç kəs istifadə eləyə bilməz. Mamaroza Mehriban istifadə eləyib, Vilayət Eyvazovla. Onlar polunu yetərincə, artıqlamasınca başımı tutub, otlu barlarda, yəni tozundan, torpağından mən ac yalavac soyutma kartof yemişəm. Bakıya gələn o ərəblərin civlərini sağmışam, civlərinin pulunu mən Mehribanın kassasına, Mehribanın fonduna, Mehribanın cibinə ötürmüşəm. Onlar məndən istifadə edib, indi də mən hayqırıram. O dediklərini mən artıq dilə gətirirəm, üsyan eləyirəm, başıma gələn hadisələri. Daha məndən heç kəs istifadə edə bilməz. Heç kəs, həmin o adam ki, mənə deyir ki, separatçı bir neçə qüvvələr məndən istifadə eləyir, onun özündən istifadə eləyir. Bu rejim, bu Heydərizm rejimi, İlham Əliyevin, Mehriban Əliyevanın komandası onun özündən gözəlcə istifadə eləyir, trolluq eləyir, tulalıq eləyir. Şəxsən mənə, bu indi qaldığım ofisin sahibi mənlə yaxındır, Namizət bəy, buradan tanıyanlar da var onu. Deyir ki, yəni belə bir sərt danışma, biraz yumuşaq danış, yəni çox sərt danışırsan, təhqir eləmə. Yaxşı eləyirəm, təhqirdirsə yaxşı eləyirəm. Təhqirin cəzası var, 5 il 10 il, mən hazıram gedib türmədə yatmağa. Burada ofisdə yatmaram, gedib türmədə yataram, mənə fərqi yoxdur. Mən Namizət müəllimə kobud cavab verdim. Dedim, sən mənim ərimsən, sən mənim qaynatamsan, sənin nə ixtiyarın var, sən mənə göstəriş verirsən. Onunla da səsini kəsdi, mən yəni ona da kobud cavab verdim. Günü sabah məni buradan qova bilər, gedib başqa kafedə yatacam. Yəni, mənə fərqi yoxdur. Mən belə yaşayışa alışmışam, daha da bərkiyirəm. Mən 10 il bundan qabaq kafedə yatmışam. Onlar elə bilməsin ki, mən gəldim burada, mənə əziyyət verdilər, mən kafedə yatdım, mən ofisdə yatdım. Düzdür, ofisdə mən ac qalıram, pendir, pomidor, çörək yemişəm. Mən qaynar xörəyə həsrət qalmışam. Amma mən bunu rejimə keçməyəcəm. Mən bu yaşayışa alışmışam. Onlar məni daha da bərkidirlər, daha da aqressivləşdirirlər. Mən bununla susmayacam. Mən bununla susası deyiləm. Bir də mənə yazırlar ki, bu ruhu xəstədir, bunu psixoloji olan yerə göndərmək lazımdır. Ruhu insan o zaman kiməsə diaqnoz qoya bilir ki, hörmətli izləyicilər, o adam özü xəstədir. Bir də o sənətin peşəkar, mükəmməl peşəkarıdır. Yəni, o sənətin sahibidir, öz ixtisaslı sənətidir, ixtisaslı həkimdir. Yəni, o ixtisası mükəmməl bilir, o kiməsə diaqnoz qoya bilir. Bir də şəxsən mən qan damar xəstəliklərini, zob xəstəliklərini mən gözəl bilirəm. Bu irsi qan faktorlarını, qanda bu fibrinogenin, bu yəni öz xəstəliyim, hansı xəstəlikdən özüm əziyyət çəkirəmsə də, mən onu mükəmməl, o qədər mükəmməl bilirəm. Mən ixtisaslı həkim qədər, yəni profesional həkim qədər mən onu bilirəm. Çünki mən o xəstəliklə yaşayıram. Can da mənimdir, mən onu nə olanda, nə hallara düşürəm, mən onu gözəl bilirəm. İxtisaslı həkimdən də artıq bəlkə bilirəm. Çünki ixtisaslı həkim nəzəriyyəni bilir. Mən həm nəzəriyyəni bilirəm, həm də praktikanı, canımı bilirəm. Mən şəkər xəstəliyini yaxşı bilirəm. Çünki mənim ölən qardaşım 1-ci tip ağır dərəcəli insulin asıllığı ilə şəkər idi, üstünüzə sağlıq.
Və ölən qardaşım şizofreni idi, üstünüzə sağlıq. Yəni, mən ruh elmini də yaxşı bilirəm. Çünki mən psixologiya oxumuşam. Psixologiya imtahanından da universitetdə 5 almışam. Yəni, bu sənətində mən məlumatım var, oxumuşam. Bədən dilindən də məlumatım var. Üstəlik də mənim evimdə psixoloji xəstə var idi. Rəhmətə gedən qardaşım bu xəstəlikdən əziyyət çəkirdi. İndi burada mənə diaqnoz qoyanlar, deməli, onlar özləri ya evlərində psixoloji xəstələri var, ya özləri psixoloji xəstədir, ya da bunlar onda həkimdir belə başa çıxır. Həkimdirsə, onlar düz qoymurlar. Mən Nadir İsmailovla şəxsən dostam, yaxınam. Nadir İsmailov məni gəlsin, mən tələb eləyirəm. Nadir İsmailov gəlsin, məni müayinə eləsin. Əgər məndə elə bir xəstəlik varsa da. Bunlar özləri öz xəstəliklərini mənə deyirlər. Çünki özləri görünür, özləri psixoloji xəstədir. Çünki hərə öz xəstəliyini gözəl bilir. Bir asma xəstəsi. Allergolog qədər 30 il, 35 il asma xəstəliyindən əziyyət çəkən bir pasiyent allergolog qədər, həkim qədər onun bilgisi var. Deməli, bu mənə psixi xəstə deyən hakimiyyətin trolları, tulaları, Mamaroza Mehribanın fanatları özləri ruhi xəstədir, ya da evlərində ruhi xəstələri olubdur. Onlar ona görə bilirlər də bu sahənin adamlarını. Bir də mən bayaqları bir şey deyirdim, onu yenə buradan düzdür, mənə zorakılıq olmadı Nəsimi rayon polis idarəsində. Amma mənim məsələm də həll olunmadı. Mən dərman istəyirəm. Mən 250 manat pensiya alıram, 250 manat. Onu mənim heç bir dənə dərmanıma, bir dənə heparinimə, aylıq heparinimə mənim 250 manat ay 31-dən olanda 254 manat 20 qəpik eləyir. Ancaq mənim heparin flakonumun qiyməti. Yəni mənim bir də buradan bir çağırış eləmək istəyirəm. Mənim millətimin gəncləri, əziz millətim, əziz xalqım, mənim millətimin çox gözəl dəyərləri də var. Nepal xalqından nümunə götürün. Nepal xalqının gəncləri, o məmurların gəncləri, uşaqları sosial şəbəkələrdə yaşadıkları dəbdəbəli həyatlarını bölüşəndə, sosial şəbəkələrdə görəndə onu keçmədilər. Dedilər, bizim sizdən haramız əskikdir. Üsyan elədilər, qələbə çaldılar. Çünki onlar, xalq həmişə qalibdir. Çünki xalq həmişə haqdır. Bax, haqqı pozulan gənclər. İnstitut qutarıbsınız, işləyirsiniz. Afisiyant işləyirsiniz, fəhlə işləyirsiniz, potensiyalı, savadlı gənclər, siz savadsız müdürlərin əlinin altında işləyəcəksiniz. Ya əzilə işləyəcəksiniz, ya da əyilə. Nə əyilməmək üçün, nə də əzilməmək üçün gəlin yanıma. Hamınız gəlin, sizi ətrafıma çağırıram, müraciət eləyirəm sizə. Gəlin, özünüzə demokratik ölkə qurun, demokratik gələcək qurun. Bax, mən istəmirəm ki, siz də mənim kimi xəstə düşəsiniz. Sizi də özüm kimi görmək istəmirəm. Mən yaşadıqlarımı arzulamıram, siz də yaşayasınız. Ona görə indidən gec deyil. Artıq mənim üçün gecdir. Mənim 53 yaşım var. Mənim artıq karyeramı bütün zay elədilər. Mənim karyeramı bütün batırdılar, heç elədilər, puç elədilər. Amma mən bunu sizə arzulamıram. Gəlin, nə qədər ki, gec deyil, ay mənim millətimin gəncləri. Gənclər böyük qüvvədir, gənclər gələcəkdir, sizin gələcəyiniz var. Gəlin, yığışın ətrafıma. Bax, hamımız bir yerdə. Mən istəyirəm, siz yaxşı yaşayasınız. Siz mənim yaşadıqlarımı yaşamayasınız. Mənim kimi xəstə düşməyəsiniz. Çünki xəstəlik mənim 50% canımda, qanımdadırsa, mənim xəstəliyimin 50% da mənim həyat tərzim, kafedə yatmaq, ofisdə yatmaq, küçələrdə qalmaq, bunun xəstəliyimi mənim kəskinləşdirir, artırır. Bax, mənim kimi işsiz qalmayın, mənim kimi əzilməyin. Yəni, düzdür, məni əyə bilmədilər, mən bu rejimdən işləyə bilmədim. Mən 2002-ci ildən işdən çıxmışam. Çünki mən əyilmədim, mən müəllim işləyirdim, mən əyilmədim.
Məni əyə bilmədi, amma məni də əzdi. Mən də işsiz qaldım, küçələrdə bomboş, dilənçi. Mən dilənçi günündə yaşadım. Mən öz yaşadıqlarımı sizə istəmirəm, arzulamıram. Belə görmək istəmirəm sizi. Gəlin, nə qədər giz deyil, özünüzə demokratik ölkə qurun, demokratik hökumət qurun. Gəlin, bu demokratik hökuməti əl-ələ verək, hamımız, ay mənim gənclərim. Yəni, sizi mən özüm kimi görmək istəmirəm. Gəlin, özünüzə gün ağlayın. Nepal xalqından bizim gənclərin harası əskikdir? Nepal xalqlarından nümunə götürün. Nepal xalqı kimi gəlin, hayqırın. Öz haqqınızı, öz azad seçki, demokratik yolla artıq onlar sosial debatlarda özlərinə baş nazir seçkiyə qədər artıq mart ayında olacaq seçkiləri ona qədər müvəqqəti təyin eləyiblər, seçiblər. Bax, bunlardan nümunə götürün, gəlin, siz də özünüzə gün ağlayın, mənim kimi xəstələnməyin, çünki mənim kimi xəstə düşəsiz, mənim kimi işsiz qalasınız, ya da siz ölkədən didərgin düşüb gedib xaricdə digər millətlər, Avropalarda, yəni didərgin düşüb çöllərdə, vətəndən kənarda vətən həsrəti deyə, vətən həsrəti gözünüzün yaşını tökə-tökə siz gedib Avropada yaşamağa məhkum olasınız. Ona qədər də nə qədər gec deyil, ona görə deyirəm, gəlin, mübarizə eləyin. Sizi çağıram ətrafıma, müraciət edirəm buradan sizə, yalvarıram, gəlin mənim yanıma. Gəlin, birləşək, biz güc olaq. Bizim də donumuz açılsın, Nepal xalqı kimi biz də buzumuz ərisin, bizim də donumuz açılsın, mübarizəmizi davam eləyək. Özünüzə gün ağlayın, nə qədər gec deyil. Sağ olun, gecəniz xeyrə qalsın, mənim sözüm bu qədər.